40% gəlir gətirən biznes haqqında dünən bir dənə video çəkdim. Bir neçə saata 100 minlik keçdi, baxış. Rəylərə baxıram ki, anlamadınız. Orada mən deyirəm, axı, bütün bizneslərə aiddir. O da necə olur? Bilirsiniz, bax, eyni biznes həm 40% gəlir gətirir. Sualınıza cavab odur ki, ətrafda baxan bütün bizneslərdə, bax, bütün bizneslər həm 40%, həm 50%, həm 100, 200, hətta 300% də gəlir gətirir. Həm də zərər eləyir. Eyni biz, bax, həmin 300% gətirən biznes zərər də eləyərsiniz. Ziyan eləyərsiniz, girərsiniz, nə qədər də heç öz-özə gələ bilməzsiniz. Yəni, biznesin bura nə aidiyyəti var, hansı biznes? O, biznesi bacaranın aidiyyəti var da. Gərək biləsən, təcrübən olsun. Bax, bacarmaq nə deməkdir? O barədə bir dənə video çəkirəm. Amma bu videodan sonra öz biznesimin məsəlində göstərəcəm ki, həmin biznes necə olur ki, həm 40% gətirir, gəlir, həm 200% gətirir, həm də ki, ziyan da eləyərsən, vəbşə çıxarsan. Mən elə bil ki, nəysə, hardansa öyrənib demirəm. Videoya baxıram, oturub Priusun içində deyir ki, filan biznesdən filan gəlir. Yəqin ki, düz deyə, o da sizə xeyri olar. Ona mən əks demirəm. O da nəysə, hardansa öyrənib deyir. Bir damcı olsa da kiməsə nəsə xeyri eləyə bilər. Mən indi o növbəti videoda eyni biznes öz təcrübəmdən bölüşürəm ki, nətər olur ki, bax, bu biznes həm 100 gətirir, həm 200, həm də ziyan edir. İndi bir dənə də video çəkəcəm.